təşəkkürümüzü bildiririk, əyləşirik, heç kəs narahat olmasın. Şama, bu unudulmaz günə çox əziz və dəyərli insanlar dəvət olunublar. Azərbaycanımızın sevilən ifaçıları dəvət olunublar. Və mən istərdim ki, bu gözəl səhnəyə dəvət edin, gözəl bir insan, şair, bəstəkar Cavanşir müəllim Musayevi salamlayıram. Cavanşir müəllim, xoş gəldiniz, səfalar gətirdiniz. Sizləri bu gözəl axşamda görmək bizlər üçün çox xoşdur və bir açıqlama verəcəm, möhtərəm qonaqlar. Cavanşir müəllim şəhidimizin bizlər üçün əmanət qoyub getdiyi Hüseyin balamızın şərəfinə çox gözəl bir mahnı bəstələyib. Və bu mahnı ilk dəfə olaraq elə Hüseyin balamızın bu unudulmaz günündə səslənəcək. Əlbəttə ki, səsləndirən Şəlalə xanım olacaq. Şəlalə Şirvanlını salamlayırıq, axşamınız xeyir olsun. Amma mən istərdim ki, Cavanşir müəllimin bir gözəl təbrikini, gözəl bir xeyir duasını alaq. Sonra Hüseyin balamızın şərəfinə bəstələnən o musiqini hər birimiz sevərək dinləyək. Buyurun Cavanşir müəllim. Hər kəsə ayrı-ayrılıqda salamlayıram və ilk öncə bütün şəhidlərimizin ruhu qarşısında böyük ehtiramla baş əyirəm. Allah uzun ömür can sağlığı versin, o gün olsun böyük oyunda iştirak edəyək. Mən bu məclisi ilk dəfə işləndə Ayrı xanımdan və Mətanət xanımdan həqiqətən də sevindim və qürur duydum ki, belə bir məclisdə iştirak edəcəm. Sizə də təşəkkür edirəm və sonsuz minnətdarlığımı bildirəm, var olun. Şəlalə xanım da sağ olsun ki, o mahnını üzərinə götürüb, əziyyətini çəkdi. Buyurun. Cavanşir müəllim, çox sağ olun, təşəkkürümüzü bildiririk gəldiyiniz üçün, bizlərlə bərabər olduğunuz üçün və mənə elə gəlir ki, artıq vaxtdır ki, o gözəl musiqini dinləyək, hamılıqla bir yerdə. Mən salamlayıram sizləri də. Buyurun Şəlalə xanım. Şuraya bağladı yəni. Salam, axşamınız xeyir olsun. Sən üçündür. Mən də öz növbəmdə körpə balamızı təbrik edirəm. Allahdan uzun ömür, can sağlıq. O gün olsun ki, böyük toy məclisinə yolşaqıram. Allah mübarək eləsin. Hüseyin bala şad günün ayımrım, ayımrım, canım balam seni çok isterler.
xoşbəxt eləsin, bizi gözəl balasın. Mübarək eləsin.